Allah Teala demir ki, get aclara iftar ver günəm. Allah Teala deyir ki, oruç tutanlara iftar ver günəm. Dost olanda nə olar? Oruç tutub ona iftar vermək savabdır. Lap varlı olsun, kasıb olsun. Fərq eləməz. Ha, o ki qaldı kasıba. Lap tutalım belə, gəl belə danışaq da. Mən yığdım 10 dənə dostumu, saldım ixtisara, 10 nəfər kasıbı çağırdım. Apardım iftara. Əgər bu kasıbdırsa, bunun öyündəkilər də kasıbdır. Mən buna verim kebabı, öydəkilər yesin qayğanağı. Bu nə ədalət oldu? Hələ mən onun evinə produkt yollayaram, evində ailəsini yıxar, başına iftar açar. Evet. Əgər buna qalsa. Yəni o səhv tutmağa qalsa, hələ evet, bunda da bir səhv olar geri gələndə. Amma fərq eləmir. Nə olar kasıba da, kasıba həmişə əl tutqun. Hələ tək Ramazan üçün ki. Bəli, kasıba həmişə əl tutqun. O öz yerində. Amma dostdaşlarını yığıb bir yerdə iftar eləmək, əleyhissalam deyir ki, mən dostlarımı bir yerə yığıb qonaqlıq verməyi qul azad eləməkdən üstün bilir. Gör nə qədər önəmlidir. Və dostdaşına ilə açan yığılırsan. Gərək elə əksinə, həmişə hansısa kimisə ad günü olur, kimisə nə bilim provod olur, birinin xinəyatçısı olur, birinin təxliq yıldızı olur. Hərə bir yolla yığışır, amma ilahi rəng olmur. Burada heç olmasa ilahi rəng var da, ən azından başlayanda Allahumma ləqəsimtu deyirsən də, heç olmasa da, dostdaşların arasında da o ilahi rəngi eləmək lazımdır.